Merhaba arkadaşlar, salamlayıram hər birinizi, gününüz uğurlu olsun. Deməli qızlarım, mən bilirsiniz də bir çoxu Saadət yeni evinə köçür və mən ona ev görüm, nə alım deyə neçə vaxt ona deyirəm ki, bəs bacı nə alım, nəyin çatmır, mənə demirdi. Axır ki, mənə anam xəbərdarlıq elədi ki, bəs bir dənə cəvə görüb, xoşuna gəlib, sadəcə həmən günü ala bilməyib. İndi gedirəm anamı götürəm, gedək ona onun xoşladığı cəvəni alım. Axır ki gəldim çatdım arkadaşlar. Saadət ki də anamı götürüb qayıdacağam cəvəni almağa. Dostlar gəlmişəm. Mahnı oxuyacağız. Axır yerdən çıxa bildik. Nə yoxdur mama? Sırğa? Sırğa nədir? Deməli arkadaşlar, gedirik mağazaya. Gedək başımıza nə iş gəlir. Düz getir. Havanı da bilmək olmur. Nə istidir, nə soyuqdur, nə geyinəcəyimizi də bilmirik. Allahın işinə qarışmaq kimi olmasın. Hava çox qəribədir həm amma. Əslində belə olmamalıdır, biraz sərin olmalıdır. Gündüzləri sərindir, gecələri istidir. Belə nə yaxşıdır, pişirəm, paltar tapıram cümlə. Şıra qanayətdir. Kasımın malını deyirsən, kasımın havasıdır dostlar. Amma mən geyim olaraq, yəni bilmirəm nə geyinim. Mən arkadaşlar gəldik cəvə dükanına. Baxın nə gözəl gəbələr var. Bu nə nazik cəbədir. Kırmızı var idi. Yok satmadım. Benden dün Anam da Türk dilində danışır. Sizi bekledim. Satmadım. Yok biz elimizde böyle beşli gidende aynı ön bu da. Yok biliyorum ben zaten sizin Budur. için istediler ben vermedim. Demişim ki söz vermiş. O gelin orada apardı ama helemin. Tabii o apardı. Tanışadı yüz beğenir. Pərdəyə uyğundur bu. He. Perdeden ziyade bu lazer kesimlidir, konforudur. Bu yani 600-650 manatlık kalçadır. Geçenk. Ey dostlar, Razində belə bir yer tapmışam. Həqiqətən də nə axtarsaz var da. Mamam orada baxır. Maşallah. Hər şey var da yəni burada. Hələ baxın dostlar. Baxın. Çox gözəl şeylər var. Deməli dostlar, Allaha and olsun, bura elə mənim oylağımdır da. Məni bura buraxsınlar, gəlib götürməsinlər. Elə bir şey. Ölürəm də qab-qacaq üçün. Sizi bilmirəm, mən qab-qacaq xəstəsiyəm. Özü də maşallah çox münasibdir. Dostlar, deməli anamı itirmişəm, tapmıram arabada. Arabalar arasar. Hərəmiz axır ki tapdıq. Baxsan Allah hardasan 2 saat. Orada ona bakalım. Bundan aldım ama. Aparat Muradın üzün başını çələməyəm. Deməli dostlar, axır ki cəbəmizi aldıq. İndi də taksidəyik, evə gedirik. Mamam da masat qənd qabı alıb. Qənd qabları böyükdür. Biraz yığcamını alaq ki, həm qəndə qənaət olsun, həm də yaxşı olsun. Qəndi böyük qabı yaxşıdır. Biz də evdə də qoymuşuq onları. Çox böyük. Bir dəfə doldururuq, bir ay gedir. Yox, o qədər də yox. Elə orada da var, yekə də var. Çox yekədir, bu gündəliyədir. Axır ki gəldik, çatdıq Saadətdə. Mamam da elə bir kişidir. 50 dəfə dedim ki, götürmə də, qoy köməkli götürək. Bax. Elə bir kişidir. Həqiqi bu. Arvad dəhşət dostlar. Dediyim dedikdir. Oxatan bir cüddə. Vay. Bunu satandan aldık. Ay seni kurban olum az. Bir ne var sen seç. Sen lazımsan mənə. Bilək. Değməz həyatım. Değməz. Değməz ürək. Aynur Hanım gazı ilə gedir. Gazı da özü ilə aparır. Gaz. Bunu başım tutsa belə. Yamaq çəkib qazı dostlar. Apar bagaja. Haydi bacı. Haydi. Ne olub ki? Qəşəngdir. Hayır bir dənə qazımız var. Mənə yalan bax.
Və nə, qazsız şöyle. Hə. Niyə gütmür? Hə. Arzu xanım. Arzu xanım da öz ampulasında. Mamesi baxa yıxılar. Hələlik. Getdik arkadaşlar. Aynur kömək çox deyirdin. Getdik davaya. Sən bir gün basım işlədim orada. Gəl, bənə bilmişdin. Dünən xanım bir gün qapınızı açım xahiş edirəm. Bəzə yüzdürüb Tacir bəy. Axır ki dostlar maşınımız remontdan çıxıb. Artıq sürüşə hazırdır. Buyurun Aynur xanım. Deməli dostlar, axır ki yollandıq. Üzü Sadətgilin öylərinə, gedək evlərimizi yığışdıraq, cəbəmizi sərək, qaydaq evimizə. Burada da mahnının xoduna, kofe ilə niyə elə videolar çəkirəm bilmirəm. Elə bir ki, kofe şirkəti gətirib mənim boynumdan medal asacaq. Allah ağıl ver. Axır ki dostlar, gəldik, çatdıq. İndi qazlarımızı, qağlarımızı Bu şalvara baxın. Bu şalvar kimin yadındadır? Yadınızdadır bu şalvar sizin. klipdə hə Sadət. Hə. Can əynimi tutdu şalvar. Birini də vermə, Tacir. Göz qazı bu. Gedim qazma. Boş. Qoz deyil bu. Nerede bak kloptaşlar? Lələ günümüzə. Tacir yorulmamısa? Yorulmadım. Yaman günlü işıqlı videoda. Heç kimə demirəm. Arıqlamsan da bacı günü-gündən. Mən sən Allah dərdimə bir çarə tapın. 70 kiloyam. Yunan xanımın diyetindən götürüb. Günah xanımın deyitinə durdu ha. Yunan. Deməli arkadaşlar, pilləkənimiz də vuruq. Kim seçib bu pilləkəni? Çox qəşəng seçmişsən də, zövqü var da qardaşımın. Həqiqətən. Buranı da vurublar, kafe. Bunu da sən seçmişsən Tacir. Ha? Bunu da sən seçmişsən. Ne bunlar Samsun. Bunlar da mən seçmişəm. Hamısı rəqamın Nereye zövqü. çıkıyor da ha? Hə. Bu Saadət özünü yıxır üstünə. Kütləyəcəm. Kombinin birini də vurdular, qəşəng. Leşlərini də atdıq bura. Çox çirkin qazlar, siz inciməyin məndən. Vay, nə gözəldir. Hə, bir dənə bu saat prost gərək. Bunu da yadımdan çıxdı ya. Vurmağa. Qəşəng çıxıb şəkilləri. Dostlar, heç mən bunu görməmişəm. Allah, buna qurban olum. Saadına zadına bax. Yiyim var səni, xalam qurban. Bacı da az da olsa çox qəbul eləm. Dayı hər şeyini almışdı, hə? Zülümlə. Allahdan yaxşı dünən gəlmişim. Dünən gəlməsəydim, heç mən bilməyəcəkdim bu evə nə ehtiyacdır. Hadi indi cəbəni Cəbəni səhərəzin qışı təmizləyir. Arkadaşlar. Pərdəmiz də gələcək. Pərdə açan gələcək. Pərdə bir neçə günə gələcək. Hələ hazırlanır pərdələrdən. Pərdə ilə uyumlu almış cəbəni. Qapı hazırlanır arkadaşlar. Öz zövqünə uyğundur bacım. Evet. Aslında ben bunu beğenmiştim. Aynur xanım sağ olsun. Qəşəng qaldı ya qızlar. Yəni rənglər uyumlanır. Baxın bu divan rəngidir elə. Divan rəngi. Qıraqları da. Pərdəni də şey eləsən, çox səviyyə. Süper olacaq. Özü həqiqətən. Əllərinə sağlıq, bacı, çox sağ ol. Dostlar, çox qəşəng yerdən idi bu. Həqiqətən də. Oğlan tərəfindən də türkdür. Hə, bilirəm. Türklərin özü satırdı. Bunu oradan beğenmiştim. Bir həkim. Arkadaşlar bunu hem Türklər hem de mən beğenmiştim. Türklər deyirəm əslində. Həkim var idi orada xanım. O da beğendi, mən də beğendim. O dünən aldım, mən ala bilmədim. Getdi Aynur aldı bu gün. Mamam dedi, mamam demirsə mən bilməyəcəkdim. Hə. Çox sağ ol. Mən deyirdim, madem demirdi. Nə etdim. Mən deyirdim demə.
Hələ ora örtü, pərdələr falan gələndə daha da qəşəng tamamlayacaq. Hə, pərdə olsa. Hə, qəşəng tamamlayacaq. Pərdəni ağır seçmirsən, yoxsa? Pərdə belə arkadaşlar. Yox, çox da ağır seçməmişəm. İndi gələndə görəsən. Saadet, qırıldıq acından. Ne yiyək? Gidiyor ora. Şimdi kutup yiyək. Səhər tezdən işləyməmişəm. Üylək. Çox acımışıq dostlar. O qədər işləyib və gəlinə işləyirik. Bir dənə gəbən sərdi istiyor, oturmuşuq. Gətirim buraların tozunu alalım. Ha? Video yüklənə kimi YouTube-a. Biraz sevgəsə. Oh, tempo bebe. Mən iyi dostlar, axır ki gəldik, çatdıq restoranımıza, yaxda restoranımıza. Yaxda bizdikdir. Sonra həqiqətən mən bu restoranı çox sevirəm də yəni. Gələcəyim də bir iş mənəm kızla gələm kitab yeməyə. Bəli. Canım su da var. Yavaş yoxud, acır. Gətir biri, maşallah. Hani bu yemək qaydasını yoxsa öyrədim də. Necə? Öyrədim. Bu, yumuşaz. Arkadaşlar bilirsiniz mən şimdi gəldim mən bunu ona öyrədirəm. Karşı Severek eləyir dostlar. yeyirlər. Karşı eləyib kuş Belə eləyir. olanda dostlar vallahi həqiqətən çox dadlı olur. Kim Mən də eləyirəm də. Heç vaxt Axır ki gəldi də yeməyimiz. Acından mədəmiz üzülür. Hansıydı dəvə? Dəvə desəm bunu dedi. Dəvə budur, ət budur. Bunu belə atsan qabağına. Gördün hazırlıq eləyir Şöyle birini də. yapıyoruz. Qəşəng elə. süd quruları Belə səndə mən. mi? Belə kulturlu formada. Deməli qızlarım, Allaha and olsun, mən yəni 2 dənə, 3 dənə maksimum bu kitabdan yeyib qırağa çəkilən adamam. Hələ 5-ini yemişəm, hələ gedir də. O azmış kimi də, yəni inanmıram ki, doyam. Çox dadlıdır. Bu reklam deyil. Özümə ailəmə nəyi məsləhət görürəm, istəyirəm siz ondan yararlanasınız. Yəni bu restorana gəlməyə dəyər həqiqətən. Göz haqqınızı halal edin arkadaşlar. Hə, yoxdur. Adı nə idi buranın? Yaxta. Yadından çıxır desiniz, yaxta. Novxanıda. Novxanıda yaxtaya gəlin də dostlar. Yeyin, için gedin. Özü münasib də özü qiymətlər. Həqiqətən, hə, həm münasibdir, həm də ki, ətləri falan hər şey freşdir. Bir şey ki, dostlar, burada içki vermirlər. Yəni, təsəvvür edin də, halallığı. Maşallah, içki verməyinə baxmayaraq da müştəriləri biz zülmlə yer tapışıq bu yaxın. Nə eləyər səncə? 50 manat, 55 manat verin. Rovunu 45 manat. Amma mən deyirəm ki, 50-dən artıqdır. Maksimum Artıq yox, bir rəqəmdir, 50-dən artıqdır. Hə, artıq 50-dən. 55 50-55 55 demir. 50-55 demə, bir deyim, mən 55 deyirəm. Yox, mən ya 50 ya 55. 55 deyirəm. Deməli 55 yox, az 55 olmaz. 50. Mən Yox, 45 deyirəm. mən dediyim 65 rəqəm deyib, var. sən 55 dedin. Axı Mən mən 50-55 hesablayıram, mən bunu. Dediyim sözü boynuma qoyamıram dostlar. Yaxşı videoya çəkir. Hə də 50-55 demədin Ürək. Mən də 50 deyirəm də. 50 manatdır. 50 manat mən dedim, 45 manat Hacı dedi, 50-55 də bu dedi. 45 də deyil, 43, 45, 44 belə var. Sən amma cığaltırıq eləyir. Niyə elə deyirsən ki, özlədə 5? Çünki mən nəzərimdə elə saxlamışam. Gələ 110 manat. Heç kimin dediyi olmaz. Ondan sonra məni burada qara infak vurar. Sən doydun? Halaldır biz Allaha. 15 dənəsini tezə taze yeyir. Gitsə yaxşı. Ben niyə artıq da? Ələ açsın Biri qalıbdır. Və biz onda adama nə yemişik? Yox, mən 5 dənəsini yemişəm. Ha, onda 10 dənəsini mən yemişəm. 15 dənəsi tacir yeyib, biri də artıq qalıb. Yalan deyir dostlar. 5-ini yemərsən. Valla 5-ni yemişəm. Allah olsun. Onda 20'si tacir yeyib. Mən çox yedim. Mən 6, mən 7 dənə yemişəm. Mən çox elə mən 2 götürürdüm. Siz biri yeyəndə mən şübhə arasında 2 dənə. Yolu ötürür, yolu göstərir, öz gediriyor sözsüz. Amma yəni Hələ 5 dənəsi mənim dayaqımı doldurur. 5 dəqiq olsun. Sus. Bu hesab gəlsin sağ deyəcəm. Mən 5 dənə yemişəm, 5 manat. Kimin dediyi bu? Kimin dediyi olsa, kimə qaracaq? Mən şotu eləmə adamlar axtarırsan. Şotu ilə biraz da Mən belə. şot aldı sevmədim, getir onu mayalına. Belə. Nədir şot dediyin 50 manatdır ürək. Demədin. Yox dedim Kim mən. dedi? Qayıtdadır ürək. Pesmiş olsaydı üstündən gəlirdi. Allah haqqı amma Abi çay çəkdiniz. Hə, siz də durun, nə var evdə? Çünki mən
Qarnım partlayır. Deməli dostlar, Nə Aynur deyən, ver. nə Sadət deyən oldu, nə mən deyən oldu. Tacir dediyi kimi 46 demişdim, belə demişdim. 5 daha belə. 45-46 demişdim. Haladı dostlar. Yedi içdik, qaçırıq. Deməli arkadaşlar, xəyirlərlə gedirik shopping eləməyə. Çünki yaxınlarda gedəcəyim Qubuya, mən, Tacir, Sadət, Gülnar falan filan hamımız ailəlikcə. Ona görə dedik özümüzə gedək bir şey alaq, həm də neçə vaxt shopping eləmirik, biraz da havamız dəyişər. Gəldik çay içəyindik, birazdan çıxıb şey eləyəcəyim, gedib baxacağım. Deməli dostlar, 2 nəfərimiz gəldi, çayımız gəldi. Çayımı gətirin. Olmasa bir 40 dəqiqədir ki, oturub gözləyirik. Hələ də gəlir, yenə də gəlir. İşimlə məşğul olsun. Bu da ki, canlıdadır. Qalmışam bayquş kimi. Deməli dostlar, axır ki, çayımız da gəldi. Dostlar, mən ilk dəfə də görürəm. Sadə çayın yanında belə vişlə veriblər. Belə bir dənə də kökə veriblər. Ay xanım, Gözümün mesajınızı cığına oxşuyur, amma sağ olsunlar. Yenə də veriblər də. Sağ olun. Ləlül bir dənə marujna ilə yetinmir, doymur. Durmur gedək, yapışıb. Deyir bu son damlanı da mən yeməliyəm sonra. Onu yemirəm ki. Yemirsən? Allah haqqı. Doymadı dostlar, doymadı. Fələk doydu, bu doymadı. Bir kadrda gördünüz də, indi o kadrı yerləşdirəcəm, o sözsüz. Dedi ki, mən o axırıncı 2 nəfəni yemirəm, bəsdir. Bu nədir dostlar? Burada vişnə vermişdilər, onu üyüdü. Kökə, görürsünüz, kökəni üyüdü. Yiyənmədi. Neyse, dostlar, yəni belə şey yoxdur da. Elə bir paltar almağa gəlməmişik. Gəlmiş burada oturaq, çaydan içək, günəfədən yeyək. Axı buna qaşıq verməlidir, veribdir də, ala. Ağız dəymir, və o dəymir. Mənimki düşmür. Hada götür. Ala. Ala qadınam. Ala, yi, arıqlamısan, zəifləmişsən, yi. Çox iştahım yoxdur. İştahı yoxdur dostlar, Heç nə qətiyyən iştahı. yeyəmirəm. Heç nə yeyəmir. Günü-gündən arıqlamışam dərddən. Nə dərdin, nə xeyri. Prinseslərin dərdindən. Bir nəfər kimdir? Gəmirəm. Arıqdır, kökdür. İndi köçəlikdir. İndi kökəlifdir dostlar. Tapın onu. Yaman dərd çəkir. Yaxşı həkim zat yeri bilən var, ürək, Psixoloq lazımdır. psixoloq. Bu yeməklə mən yəqin ki, bir 200 kilo olacam. Menü qabızdır. Sən... Dostlar, mən ilk dəfədir belə şey görürəm. Arkadaşlar, bu elə bir ki, şeydir, restoranımızın pul qabıdır. Bunun içində əslində mən çox vaxt restoranlarda qatıq görürəm. Amma pul da var. Valla qərət eləmişəm, mara düşmüşəm mən. Hayır, o boyda çaydan sonra mən. Çayı da əmcikliyib qutarıq deyirəm, xeyli az işləyib pul verəcəyim. Deməli dostlar, axır ki restorandan çıxdıq. İndi də gəldik Əhmədlidə Bantik mağazasına. Saç üçün sprey var, onu alıb gedəcəyim. Bir dənə çək, hamıyı. Gəl. Ömrü bu telefonu ələ sarala bura. İndi gəlir ama bir dəqiqə çatır. Telefonum ayağımda şimdi mən çəkir. Niyə çəkirsən mən aynı? Niyə çəkirsən? Qəşəng də bir konuşuyoruz. Niyə mən çəkirsən ki? Sana kim icazə verir mən çək? Mən Deməli çəkirəm dostlar. Elə bu çox uğursuz adamım. Mənim gözünüzü çəkir. Demək dostlar. Hə, dostlar, buyurun. Gəlmişəm. Hə, buyurun, çəkin. Yəni bunu ancaq mən kofe shoplarda yeyirəm də yəni. Durursan? Çox gedəm. Gedək. Niçin gedək? Çıxsan səni deyib. İçərəm bir-birini. Amma belə şeylə. Onlara yaxınlaşmazsan, oradan Onu da istəmirəm. Niyə? Əlmirəm. Heç də. Al gedək. Niyə tutu gedək? Yox istəmirəm, dur gedək. Dur da. Deyirəm dur bax. İstirik. Bax, balıqlar görürlər. Salam. Dəmli oynayıb gedək. Ha, öyle. Deməli arkadaşlar, alışverişimizin yarısını elədik. Bacığız qızlar. Sizlə çıxanda pul xərcləyirəm. Sus bir dəqiqə, sus, söz danış. Böyük danış. Dayan. Arkadaşlar, günlara sabah üçün, daha doğrusu nə yalan deyim, Tacir məndən istəmişdi ki, bacı mənə xaş bişir. Biz də, mən də ərimmədən yumursan, xaş xoşlamırsan. Xaş bizim evdəkilər xaş manyakıdır, elə bir kişiyik. Bir söz, dırnağımızı da aldıq. Ondan sonra çənə, adı çənə almışım. Hə, bunu doyduramadık. Bir dəqiqə. Neyse arkadaşlar, bir dənə bacımız xaş bişirəcək qızlar.
Bir dənə xaş bişirəcək. Dodaq dodağa yapışacaq da buraxmayacaq. Seni Velopes'te da mən çəksən. Hamı bilək. deyir bu qız kimi tanınmış məşhurlar. Düşmüşük dostlar piyada yollara. Yani biz bu yolları gelirik. Bu yolları niye qar versiniyor? Deməli arkadaşlar, axır ki alış-verişimizi elədik, evə gedirik. Reçetdə oturup qabaqda. Deməli qızlar, evə gələr-gəlməz dırnaqları yudum. Mən işdən setka bir dəfə də keçdim. Çünki nə bilim, bilmirəm niyə alandan sonra yumalıyım. Və bu bir buğum su qaynarlaşandan sonra suyunu süzəcəm. Təzədən su alıb üstünə atacağım bişməyə. Vazgeçilməz çənə. Bu da ki çənəli dildir. Yəni bunu bişəndən sonra artlayacağım. Quyruqla bərabər. Bir də lavloris. Onlar hamısını bir detaylı sizdən bölüşəcəm. Yəni bişirəcəm. Bu o qədər gözəl olur. Damaşla tuşonkanın dadını verir. Çox gözəl olur. Deməli qızlar, baxın belə suyu, kəfi falan belə çıxanda, düzü kəfi tam çıxmayıbdı. Su belə görürsüz dırnağın qanını. Bu belə olandan sonra bunun suyunu süzürəm. Təzədən bir dəfə də suyun altında onu təmiz yuyuram, asıram üstünü bişirir və bunun içinə mən bir dənə də soğan soyub bütöv atıram. Deməli arkadaşlar, xaşım da hazırdır. Baxın necə mətləşibdir. Birinin sümüyü var, onu da çıxardacağım. Sadəcə sümüyünün dadı çıxsın deyə hələ ki çıxartmıram. Yəni təmin əslində artlayıram dırnağı pişəndən sonra. Çox adam artlamır. Çox restoranda belə bütöv sümüklü gətirib qoyurlar, amma mən rahatçılıq olsun deyə bəri başdan təmizləyirəm. Və qızlarım, baxın, bu da hazırdır. Görürsünüz. Yəni dadı da ki çox qəşəngdir də. Bu əsl, yəni kişilər üçün, yoldaşınız üçün hazırlaya bilərsiniz. Əsl kişi yeməyidir. Gəlmişik xəyallərlə. Nə valla? Hə, bunu da yerləşdirəcəm. Baxın qeybət qırır bu qız. Deməli arkadaşlar, gəldik, çatdıq. Beşlərimiz də burada. Taciri gözləyirik, gəlsin maşın arxasına elə gedək. Antalya'ya gedirik şu an. Bəli uşaqlar, Antalya'ya gedirik. İnanın ki, yəni bizim İnandırıcı heç nə yox. Bu çantalarımız nə edirsən deyər. Hanı sən buxcan? Mən bir dənə buxçam. Zülümsüz. Deməli arkadaşlar, Dakı da gəlir. Haçarı gətirir. Tacir gəlmədi, ürək. Tacir. Hələ Wi-Fi gəlir. Bizi nə tələsdirir o? Bir xaşa görə mən ağlayacaq qara səyirdi. Bacım da aqressivləşdirməkdir. 2 dəqiqədə yola maçaj eləmişsən. Bana? Bana fazla küfür yapmışak direği. Ne gidiyorsun? Sana kurban olurum. Niye bağırsan? Xərisəyə bax, hələ göz səndədir. Bu niyə baxır xərisəyə? Seni kurbanım. Yox olacaq. Seni kurban. Pencəyiniz adına. Bağım sədir. Baxın. Ne güzel yok. Bu ne bakış? Sen de mi asfalt edirsən? Anas xoş. Bu ki xoş pişirir, səhərə kimi yuxusuz qalmışıq. Biz xoş Ben daha yapmışım az əziyyət şey. Yanlış töküldüm. Allah Allah. Arkadaşlar bu da mən saç. Bu nəyə gəlmişsə bu bizdə. Xoş yox, nə? Bə bax. Mestigim tacir. Demir. Tacir. Davre demir. Bu ne duruşda? Demir yalvardım demir. Şirin de şirin. O nədən olub ki, elə görən? Niyə də dur tac? Sən baxın. Taci. Kulağım değil, kulağım. Bu həmişə belə olacaq. Yaraşık. Eşyalar uyğun geyinmişdim, gəldim də. Yaraşık değil, En yaraşık. geyinmişdim. Yaraşık. Çıxartma, Mesut, Yaraşık. çıxartma. Maşında Deməli qızlarım, artıq yoldayıq, gedirik. Gedirik, amma gedib çata bilmirik heç cürə. Arkadaşlar, Bakının düzünün marketlərini, mağazalarını, butiklərini gəlib Trend Bakıya, Qubada Trend Bakıya gəlmişik. Amma qəşəngdir. Görək görən nələr var. Elə bir reklamdır. Yaman qaçdı. Deyirəm, vallahi bizim də bu
Neyse arkadaşlar. Problemlərimiz tutarmır da biz qadınların. Başını düzünü qoy, gəl çıx. Hansından balam? Bunlar. Mənim varım deyir. Güzel. Deməli qızlar, buradan özümə 2 dənə mask aldım və mən bu maskların rəngli olduğu üçün çox vaxt Bakıda axtarıb tapırdım. Axır ki buradan tapdım. Axır ki arkadaşlarım gəldik, çatdıq. Siz Allah mənzərəyə baxın, dayanın. Mən susum, mənzərə danışsın. Bu nə gözəllikdir. Yəni çox gözəl bir məkandır həqiqətən. Getməməyə ağılsızlıqdır arkadaşlar. Sonra huzurdu, huzur arkadaşlarım. Həqiqətən arkadaşlar, yəni məkanın gözəlliyinə söz ola bilməz. Sərgəliyi, təmizliyi möhtəşəm, yəni bir sözlə möhtəşəm. Biz burada həqiqətən gözəl bir istirahət eləyəcəyik. Artıq bundan əminəm. Gecələri burada canlı musiqi də olur. Və bizim Külfət. Sadət, həqiqətən sağ ol. Ömrümdə bir dəfə yaratdı. O da ki, məkanı seçməklə ürək. Deməli qızlarım, axır ki sifarişlərimiz də gəlir. Deməli qızlarım, balığımız da gəldi. Sadət çəkilişdədir arkadaşlar. Sadətimiz də çəkiliş eləyib TikTok üçün. Kebab setimiz də gəldi. Soğan turşusu. Hə, soğan. Fərqi yoxdur, yəni palçıq turşusu. Deyirəm ki, mən də istəməzdim belə varlıqlı olmağı. Aha. Rəbbim belə istədi. Həyat səni özü buna vadar eləyib, hə? Mən vallahi istəməzdim. Belə imkanlı ailədə doğulmağı. Belə sizi yığan başıma, belə süfrələr açam. Vallahi kimə tabaka 2-2 gəlir? Heç kimə. Vallahi mən demirəm, ha varlıq pis şeydən. Pis şey deyil. Amma sıxılırsan, hə? Yaxşı şeydir, sıxılıram, çox yeyirəm. Balıqları üç sifariş edirlər dostlar. Görürsən, bu uşaqların balaları macundur, dedim yesinlər. Allah bunları qorusun cəddim. Nuş olsun, yiyin balalarını yiyin. Böyle sabahla halam qırır. Sağ bu böyük halamını yiyin. Salanı şotuna yeyib bitirsən, yeyib. Şət şey yiyin. Sonra soda eləmək gülür. Batarsan elə. Sən də ki yazıq uşaq, heç biri görən zad deyil. Gətirmişəm bir varlıq deyil, varlıq. Moskvadan bacım gəlib. Mən niyə Qızıl ünvermaq yunqa. Ne bileyim Şirini batırayım mən. Səncə doyasan yoxsa? Mən bir dolmuşam, elə. Dostlar, 2 dənə müştəri oturmuşdu. Günlar əsəbləşdi ki, burada ancaq buranı mən bağlatdıracağam. Burada ancaq ayrıqaqlar oturmalıdır. Yüksək səviyyə adamları. Deməli dostlar, söz haqqınızı ilk öncə bunu deyim, halal edeyim. Mənim də bu Və sinema çayımız da gəlir. Əsəbləş dostlar, mən deyir ki, sən bizim psikolog TikTok-umuzda deyil, çəkilmirsən. Biz neysə YouTube-una çəkilək. Ağ yudu məni qara sərdi. Sevirəm səni. Qaqa. Qaqa kimdir? Amma buradadır, hamısı buradadır. Hamısı buradadır. O da Xəyalə xanımdır. Dəlixanadır, dəlixana. Hoppa. Qoyma, özümü buraxmışdım, elə getirdim. Öyle namaz elə. Qorxduyuz dostlar, Allah mən ölçü. Qorxduyum da. Deməli, gözəl izləyicilərim, mən burada da bu videonu yekunlaşdırıram. İnşallah onsuz da 3-4 gün buradayıq. Nələr eləyəcəyim, hansı məkanlarda olacağım.
hər birini sizlərlə bölüşəcəm. Sizi çox sevirəm, öpürəm, özünüzə yaxşı baxın, Allaha əmanət olun və kanala abunə olmağı, yorum yazmağı, bildirimləri açmağı unutmayın. Bay bay.